Firon Misir əhalisini Musanın dinindən yayındırmaq üçün bütün hilələrə əl atdı. Lakin hilələri boşa çıxdı. Hər üsulla Musanı gözdən salmaq istədi, lakin bacarmadı. Bunu görən saray əyanları Firona Musanı öldürməyi təklif etdilər. Zalım Firon Musanı öldürmək qərarına gəldi. Bu əmri vermək istədikdə, iman gətirdiyini gizlədən Fironun əmisi oğlu dedi: Siz bir kəsi Rəbbim Allahdır dediyinə görə öldürəcəksiniz, halbuki o Allahın verdiyi möcüzələri sizə göstərdi. Ey xalqım, bugün yer üzündə hökmranlıq sizin əlinizdədir. Bəs əgər Allahın əzabı gəlsə, sizi ondan kim qoruya bilər? Daha öncə Yusuf Peyğəmbər sizə açıq-aydın möcüzələr gətirmişdi. Siz onun gətirdiklərinə inanmadınız. O, vəfat etdikdə Allah ondan sonra elçi göndərməyəcəkdir dediniz. Mən sizdən əvvəlki Nuh, Ad və Samud tayfalarının başına gələnlərin sizin də başınıza gələcəyindən qorxuram. Firon iman gətirmiş, bu kişinin sözünə məhəl qoymadı. Əksinə daha da azğınlaşıb vəzirinə dedi: Ey Haman, mənim üçün bir ucaqala tik ki, bəlkə göylərin yollarına çatım və Musanın Allahını görüm. Həqiqətən mən Musanı yalancı sayıram. Mömin kişi isə insanlara müraciət etməkdə davam edirdi. Ey xalqım, mənim ardımca gəlin, sizi doğru yola çıxarım. Kim pis bir iş tutsa, o öz işinin həddi qədər cəza alar. Həqiqətən Allah bəndələrini görür. Deyirdi. Zalım və özündən razı Firon yenə də doğru yola gəlmədi. Musa Peyğəmbərin göstərdiyi möcüzələrə baxmayaraq, nə Firon, nə də tərəfdarları iman gətirmədi. Misirin yerli əhalisindən yalnız Fironun həyat yoldaşı Asiya, Fironun əmisi oğlu, Musanın şəhərdən qaçmasını ona tövsiyə edən bir Misirli və bəzi sehirbazlar iman gətirdilər. Firon illərlə özünü ilah saymış, cəmaatı da buna inandırmışdı. Ona görə də öz-özünə: Musanın sözlərindən belə çıxır ki, mən də hamı kimi bir insanam. İşə bax ha, bu heç mümkündürmü? Deyirdi. Beləcə, qəddar və dikbaş Firon öz dinsizliyində inad göstərib İsrail oğullarına qarşı etdiyi zülmü daha da artırdı. Musanın tayfasından olan adamların dolanışığı gündən-günə ağırlaşırdı. Burada həyat onlar üçün çox cansıxıcı idi. Misir, İsrail oğulları üçün bir zindana çevrilmişdi. Nəhayət bir gün Fironun əlindən cana gəlmiş adamlar Musanın yanına gəlib dedilər: Sən bizə Peyğəmbər gəlməzdən əvvəl də, sonra da Firon bizə əziyyət verirdi. Musa isə onlara təsəlli verib: Allahdan kömək diləyin və səbr edin. Şübhəsiz ki, yer üzü Allahındır. Ola bilsin ki, Rəbbiniz düşməninizi məhv edəcəkdir. Firon və əsgərləri artıq Musanı öldürmək üçün planlar qururdular. Allah Musaya və Haruna əmr etdi ki, onlara inananlarla birlikdə gecə yola çıxsınlar. Allaha inanan insanlar hazırlaşdılar. Yol üçün tədarük görərək gecənin qaranlığında Musa ilə birlikdə Misirdən uzaqlaşdılar. Onlar Şama tərəf yol aldılar. Musa İsrail oğullarını 12 qrupa böldü. Hər qrupa bir başçı təyin etdi. Ertəsi gün İsrail oğullarını görməyən Misirlilər Fironun yanına gələrək onların qaçdığını xəbər verdilər. Firon dərhal qoşun götürüb İsrail oğullarının ardınca getdi. İsrail oğulları bir müddət getdikdən sonra gəlib Qırmızı dənizin sahilinə çatdılar. Dəniz coşub daşır, dalğalar kükrəyərək qorxunc bir mənzərə yaradırdı. Elə bu an uzaqdan Fironun qoşunu göründü. Onlar Musa Peyğəmbərin dəstəsinə çatmaq üzrə idilər. Cəmaatı vahimə bürüdü. Musanı qınamağa başladılar. Firon bizi tutub öldürəcək. İndi nə edək? Misirdə əziyyət çəksək də birtəhər yaşayırdıq. İndi isə Musaya görə məhv olacağıq. Dedilər. Musa isə: Qorxmayın, sizi Fironun zülmündən qurtaran Rəbbim mütləq bir yol göstərəcəkdir, dedi. İsrail oğulları Musaya inanmır, ağlayıb sızlayırdılar. Qarşılarında dəniz,
arxalarında isə Fironun əsgərləri var idi, Necə sağ qala bilərik? Necə qurtula bilərik? deyə fəryad edirdilər. Onlar Musanı belə qınayarkən Allah öz peyğəmbərinə Əsanı dənizə vur. deyə buyurdu. Musa əsasını vuran kimi dəniz yarıldı. Allah küləyə əsməsini əmr etdi. Dənizin dibində qupquru torpaq göründü. Qarşılarında yol açıldı. Sular yolun iki yanında dağ kimi yüksəldi. İsrail oğulları heyrət və çaşqınlıq içində idi. Musa və ardınca gələnlər açılan yoldan keçdilər. Bu zaman Firon və əsgərləri də dənizə yaxınlaşmışdılar. İsrail oğullarının sonuncusu sahildən çıxdı. Musa əsasını vurub dənizi əvvəlki halına qaytarmaq istədi. Amma Allah dənizi olduğu kimi saxlamağı əmr etdi. Dəniz Fironun və ordusunun üzünə açıq idi. Firon lovğalıqla qoşununa dedi: Görürsünüzmü? Dəniz də mənim iradəmə tabe olub bizə yol verdi. İndicə qaçmış qullara çatıb onları tutarıq. Qoşun bu qəribə mənzərəni görüb Fironun dediklərinə inandı. Onlar bir anda sel kimi dənizə axışdı. Sahilə çıxmaq istədikdə Allah Musaya əsasını dənizə vurmağı əmr etdi. Musa əsanı vurduqda dəniz suları birləşərək Firon və əsgərlərini suya qərq etdi. Firon yalnız dalğaların qoynuna düşdükdə öz zəifliyini anladı. Bildi ki, gücsüz və zəif bir adamdır. Bu qorxunc ölüm anında çarəsiz qalıb. Mən də Musanın tanıdığı tək Allaha iman gətirirəm. deyə pıçıldadı. Allah ona iman gətirməyən, ibadət etməyən, saysız qanlar tökmüş, insanların başına bəlalar açmış bu zalım bəndəsini bağışlamadı. Onu öz çirkin əməllərinin cəzasına çatdırdı. Firon və əsgərləri suda boğuldu. Minlərlə günahsız uşaq, kişi və qadının ölümünə səbəb olan özündən razı, zalım Firon məhv oldu.